Invest Akademiyadan hər kəsə salam. Bugün sizinlə dəyər tələsi, yəni ucuz görünən, lakin illərlə ölü qalan səhmlər haqqında danışacağıq. Bir investor kimi xəyal edin. Bazar araşdırması edirsiniz və qarşınıza bir şirkət çıxır. Rəqəmlər o qədər cəlbedicidir ki, gözlərinizə inana bilmirsiniz. Qazanc əmsalı PA 5-dən aşağı, balans dəyəri PB 1-dən az, dividend gəlirliliyi isə 8%-in üzərindədir. Bazarın bu səhmi görməzdən gəldiyini, digər investorların gözündən yayındığını düşünürsünüz. Özünüzü bazardan daha ağıllı hiss edərək al düyməsini sıxırsınız. Ancaq zaman keçir, indekslər rekordlar qırır, texnologiya nəhəngləri uçur, sizin portfelinizdəki bu ucuz ulduz isə yerindən tərpənmir. Daha pisi isə qiymətinin yavaş-yavaş əriməyə başlayır. 1 il, 2 il, 3 il. Səhm hələ də ucuzdur, amma sizin pulunuz orada həbs olunub. Maliyyə dünyasında buna dəyər tələsi, yəni value trap deyilir. Bu təcrübəsiz investorların, hətta bəzən peşəkarların belə ən çox pul itirdiyi səbr testi adı altında kapitallarını məhv etdiyi bir bataqlıqdır. Invest Akademiya olaraq bugün sadəcə sətir rəqəmlərə aldanmamaq üçün bazarın dərinliklərinə enəcəyik. Gəlin ucuz görünən, amma əslində bahalı olan bu şirkətlərin DNT-sini analiz edək. Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. 1. Dəyər investisiyası və dəyər tələsi. İncə qırmızı xətt. Benjamin Graham və Warren Buffett kimi əfsanələr dəyər investisiyasını, value investing fəlsəfəsini məşhurlaşdırdılar. Onların mantrası sadədir. $1 50 sentə al, lakin investorların qarşılaşdığı əsas məqam budur. Hər aşağı PA, qiymətin mənfəətə olan nisbəti, fürsət deyil. Dəyər investisiyası ilə dəyər tələsi arasındakı fərq fundamental gələcək baxışındadır. Birincisi, həqiqi dəyər fürsəti. Bazar şirkəti müvəqqəti həll edilə bilən bir problemə, məsələn, 1 rublük pis hesabat, məhkəmə prosesi və ya ümumi bazar qorxusuna görə cəzalandırıb. Şirkətin uzunmüddətli qazanc gücü yerindədir. Qiymət düşüb, amma dəyər sabitdir. 2. Dəyər tələsi. Şirkətin biznes modeli fundamental olaraq pozulub. Gələcək mənfəətləri indikilərindən daha az olacaq. Bazar şirkəti aşağı qiymətləndirməkdə haqlıdır. Səhm ucuzdur, çünki şirkət ölür. Bir səhmin ucuz olması üçün gələcəkdə bahalaşacağı mənasına gəlmir. Bir səhm 90% dəyər itirməmişdən əvvəl çox vaxt ucuz görünürdü. Struktur tənəzzülü, sənaye dinozavrları və yaradıcı məhv. İqtisadiyyatda yaradıcı məhv, creative destruction adlı bir anlayış var. Yəni texnologiyalar köhnələrini əvəz edir. Dəyər tələlərinin ən böyük mənbəyi keçmişin nəhəngi olub gələcəyin dünyasında yeri olmayan sektorlardır. Əriyən buz biznesləri, təsəvvür edin ki, bir şirkət DVD diskləri istehsal edir və ya ənənəvi poçt xidmətləri ilə məşğuldur. Bu şirkətlərin hələ də sadiq müştəriləri və müəyyən gəlirləri ola bilər. Lakin bazar payı hər il daralır. İnvestorun səhvi, investor şirkət keçmişin 10 illik performansına baxır. Bu şirkət həmişə var olub, yenə də olacaq deyir. Reallıq isə gəlirlər hər il 5%, 10% azalır. Şirkət xərcləri azalaraq mənfəəti qorunmağa çalışsa da, bu davamlı deyil. Bu tip şirkətlərin PA mənfəəti 4-5 civarında ola bilər. Amma gələcək mənfəət sıfıra yaxınlaşdığı üçün bu ucuzluq aldadıcıdır. Nümunə olaraq bir vaxtlar bazar lideri olan fotokopiya istehsalçılarını, fiziki video kirayə dükanlarını və ya ənənəvi qəzetləri xatırlayın. Onlar iflas etməzdən əvvəl kağız üzərində çox ucuz görünürdülər. Siklik tələlər. Zirvədə alınan ucuzluq. İnvestorların ən çox pul itirdiyi sektorlar adətən siklik, yəni dövri sektorlardır. Neft-qaz, mədənçilik, qızıl, mis, avtomobil sənayesi, yarımkeçiricilər və gəmiçilik. Bu sektorlarda qaydalar tərsinə işləyir. Normal səhmlərdə PA aşağı olanda al, yüksək olanda isə satdır. Siklik səhmlərində isə PA çox aşağı olanda satılır,
PA yüksək və ya mənfi olanda alınır. Çünki siklik şirkətlərin PA mənfəəti iqtisadi dövrün zirvəsində ən aşağı olur. Təsəvvür edin ki, neft qiymətləri rekord həddədir. Neft şirkətləri ağlasığmaz mənfəət əldə edir. Mənfəət artdığı üçün PA nisbəti 3-ə 4-ə düşür. Təcrübəsiz investor düşünür, PA 3-dür. Bu şirkət pul çap edir. Mütləq almalıyam. Lakin bazar bilir ki, neft qiymətləri sonsuza qədər yüksək qalmayacaq. Tələb azalacaq, təklif artacaq və gələn il şirkətin mənfəəti 50% düşəcək. Mənfəət düşəndə səhmin qiyməti də hazırda ucuz görünsə belə zamanla aşağı düşür. Siz zirvədə dırnaqarası ucuz səhm almısınız və siklin dibinə qədər zərərdə olursunuz. Balans dəyəri illüziyası, PB tələsi. Bir çox dəyər investoru PB, yəni qiymətin balans dəyərinə olan nisbətini çox sevir. Əgər PB birdən kiçik olarsa, bu o deməkdir ki, siz şirkətin aktivlərini, binaları, avadanlıqları, nəqd pulu dəyərindən ucuza alırsınız. Kağız üzərində şirkət ləğv edilsə belə, siz qazancda olmalısınız. Lakin burada iki böyük amma var. Birincisi qeyri-maddi aktivlər, yəni goodwill-lərdir. Şirkətin balansındakı aktivlərin böyük hissəsi keçmişdə alınmış başqa şirkətlərin xoş niyyətlə etdiyi qeyri-maddi aktiv, yəni goodwill ola bilər. Əgər biznes pis gedirsə, bu aktivlərin real dəyəri əslində sıfırdır. Mühasibatlıqda bu silinməli olsa da, şirkətlər bunu gecikdirir. Sizin gördüyünüz o zəngin balans əslində şişirdilmiş köpükdür. İkincisi, bank və sığorta sektorları. Avropa və Yaponiyada illərdir PB dəyəri 0,5 olan banklar var. Onlar ucuzdurmu? Xeyr. Aşağı faiz dərəcələri, sərt tənzimləmələr və pis kredit portfelləri bu bankların kapital gəlirliliyini, ROE-ni aşağı salır. Əgər bir bankın ROE-si, kapital gəlirliliyi 5%-dirsə, amma kapitalın dəyəri, cost of equity 10%-dirsə, həmin bank PB 0,5 ilə ticarət olunmağa məhkumdur. Bu fürsət deyil, riyazi reallıqdır. Katalizator çatışmazlığı səhmi nə hərəkətə gətirəcək? Bu peşəkar investorların ən çox diqqət etdiyi, həvəskarların isə unutduğu məqamdır. Bir səhmin ucuz olması onun bahalaşması üçün kifayət deyil. Səhmi yuxarı qaldıracaq bir katalizator, yəni hərəkət verici bir qüvvə lazımdır. Dəyər tələlərinin ən böyük problemi katalizatorun olmamasıdır. Yeni inqilabi məhsul varmı? Yox. Yeni aqressiv rəhbərlik gəlibmi? Yox. Şirkətin satılma ehtimalı varmı? Yox. Xərclərin kəskin azaldılması planı varmı? Yox. Əgər bir şirkət sadəcə ucuzdur deyə durursa, o illərlə elə orada qala bilər. İri fondlar, hedge fondları səbəbsiz yerə səhm almırlar. Onlar hekayə axtarırlar. Hekayəsi olmayan, sadəcə ucuz rəqəmləri olan şirkət ölü puldur. Dividend tələsi, şirnikləndirici yem. Yüksək dividend gəlirliliyi investorlar üçün nəğmə kimidir. Çox cəlbedicidir, amma sizi qayalara çırpa bilər. Dividend gəlirliliyi illik dividend bölünsün səhm qiyməti formulu ilə hesablanır. Tutaq ki, stabil bir şirkət illərdir 4% dividend verir. Ancaq şirkətdə problemlər yaranır və səhm qiyməti 50% düşür. Riyazi olaraq dividend gəlirliliyi birdən-birə 8%-ə qalxır. İnvestor düşünür, həm səhmi dibdən alıram, həm də 8% dollarla gəlir əldə edəcəyəm. Lakin burada təhlükə payout ratio, yəni ödəmə əmsalı göstəricisindədir. Şirkət qazandığından daha çoxunu dividend kimi ödəyirmi? Əgər şirkətin sərbəst pul axını, yəni free cash flow, dividendi qarşılamağa çatmırsa, o dividend mütləq ki, kəsiləcək. Tarix göstərir ki, dividendin kəsilməsi xəbəri çıxanda səhm qiyməti daha 20-30% düşür. Çünki dividendi üçün o səhmdə qalan investorlar kütləvi şəkildə satır. Nəticədə siz dividendi itirirsiniz və kapital zərərinə uğrayırsınız. Qızıl qayda. Əgər bir dividend gerçək olmaq üçün çox yaxşı görünürsə, məsələn, bazar ortalaması 2% ikən şirkət 12% təklif edirsə, bu demək olar ki, həmişə tələdir. Bazar sizə risk üçün əlavə ödəniş edir. Bəzi şirkətlər kağız üzərində sağlamdır. Amma idarə heyəti, CEO və komandası səhmdarlarının düşmənidir. Bu şirkətlər ucuz qalır çünki bazar rəhbərliyə etibar etmir. Buna management discount deyilir. Əsas idarə etmə günahları. Birincisi, diversification, pisləşdirilən diversifikasiya. Şirkət əsas biznesindən qazandığı pulu heç bir təcrübəsi olmadığı aşağı mənfəətli başqa sektorlara yatırır. Məsələn, bir avtomobil şirkətinin qida sektoruna girməsi və orada uğursuz olmasını misal gətirmək olar.
İkinci, səhmlərin geri alınmaması. Şirkət səhmləri həddindən artıq ucuzdur, kassa nağd pulla doludur, amma rəhbərlik səhm geri alımı baybaklar etmək əvəzinə öz bonuslarını da artırır və ya mənasız layihələrə pul xərcləyirlər. Üçüncü, borc bataqlığı. Rəhbərlik aqressiv böyümək üçün həddindən artıq borc götürüb, indi isə qazanılan bütün əməliyyat mənfəətini, yəni EBIT-ləri bank faizlərinə gedir. Səhmdarlara heç nə qalmır. Bu tip şirkətlər zombi şirkətlər adlanır. Dəyər tələsini necə tanımaq olar? Invest Akademiya olaraq bir səhmi almazdan əvvəl bu 4 filtrdən keçirməyinizi tövsiyə edirik. Birincisi, EV bölünsün EBITDA. PA nisbətindən böyük olmalıdır. PA nisbəti borcu gizlədə bilər. Həmişə EV EBITDA müəssisə dəyəri bölünsün əməliyyat mənfəəti nisbətinə baxın. Əgər şirkətin PA-si aşağı, amma EV bölünsün EBITDA-sı yüksəkdirsə, deməli şirkətin nəhəng borc yükü var. 2. Gəlir trendi. Şirkətin gəlirləri son 3-5 ildə artırmı yoxsa azalır? Stabil şəkildə gəlir itirən ucuz şirkət adətən iflasa gedən şirkətdir. 3. Marjaların təzyiqi. Əməliyyat marjası, operation margin daralırmı? Rəqabət şirkəti qiymətləri endirməyə məcbur edirsə və ya marjalar əriyirsə, heç bir ucuzluq bunu xilas edə bilməz. 4. Insider ticarəti. Şirkətin rəhbərləri, CEO-su, CFO-su öz səhmlərini alırlarmı? Əgər səhm bu qədər ucuzdursa, niyə daxilindəki insanlar onu almır? Insiderlərin satışı normal ola bilər, amma kütləvi satış və heç bir alışın olmaması pisə işarədir. Psixoloji tələlər. Niyə satmaq çətindir? İnvestorları dəyər tələsində saxlayan sadəcə maliyyə savadsızlığı deyil, həm də psixologiyadır. Lövbər effekti. İnvestor qrafikə baxır. Bu səhm 2 il əvvəl $100 idi, indi isə $30. Yenidən $100 qayıtmasa belə 60-a qayıtsa pulumu 2 qat edərəm. Burada kritik bir səhv var. Bazarın yaddaşı yoxdur. Səhmin keçmiş qiyməti onun gələcək dəyəri barədə heç nə demir. Şirkətin yeni fundamental dəyəri bəlkə də elə $20-dır. Keçmiş zirvələrə lövbər salmaq sizi batırar. 2. Batmış xərc yanılğısı. Artıq 40% zərərdəyəm, indi sata bilmərəm. Gözləyəcəyəm ki, heç nə olmasa da öz qiymətinə qayıtsın. Bu investorun ən böyük düşmənidir. Unutmayın, itirilmiş zaman itirilmiş pula bərabərdir. Siz illərlə ölü səhmdə pulunuzu dondurarkən fürsət xərci ödəyirsiniz. Həmin pulu S&P 500 indeksinə və ya böyüyən bir şirkətə qoysaydınız, o zərəri çıxardardınız, üstəlik isə qazanc əldə edə bilərdiniz. Zərəri kəsmək, yəni stop loss daha yaxşı fürsətlərə keçmək üçün peşəkarlıq əlamətidir. Əgər siz də investisiya etmək istəyirsinizsə, lakin nədən başlamaq lazım olduğunu bilmirsinizsə, biz sizə köməklik edə bilərik. Videonun təsvirindəki linkə keçid edin və orada qısa formanı doldurun. Sizin tələblərinizi əsasən bizim komandamızın müvafiq üzvü sizinlə əlaqə saxlayacaq və investisiya aləmində ilkin addımları atmağa köməklik edəcəksə. Nəticə olaraq, ucuz görünən, amma illərlə ucuz qalan şirkətlər mövzusu bizə fon bazarının ən vacib dərsini öyrədir. Ucuzluq və dəyər eyni şey deyil. Həqiqi dəyər investoru zibillikdə eşələnən biri deyil. Həqiqi dəyər investoru möhtəşəm şirkəti ədalətli qiymətdə alan və ya yaxşı şirkəti müvəqqəti çətinlik zamanı ucuz qiymətə alan şəxsdir. Əgər bir şirkət ucuzdursa və sənayesi ölürsə, yəni struktur tənəzzülü yaşayırsa, borcu artırsa, rəqabət üstünlüyünü itirirsə, idarəçiləri, səhmdarları düşünmürsə, o şirkət fürsət deyil. O şirkət sizin portfeliniz üçün bir parazitdir. Invest Akademiya olaraq investisiya qərarları verərkən sadəcə PE nisbətinə baxaraq qərar verməyin. Biznesin keyfiyyətinə, pul axınlarına və gələcək perspektivlərinə fokuslanın. Bəzən biraz baha görünən keyfiyyətli şirkət illərlə yerində sayan ucuz şirkətdən qat-qat daha sərfəli investisiyadır. Pulunuzu tələlərə deyil, böyüməyə və keyfiyyətə yönəldin. Bugünlük bu qədər. Videonu bəyənməyi, kanala abunə olmağı və bizi digər sosial şəbəkələrdən izləməyi unutmayın. Növbəti videolarda görüşənədək.